Yeniyetmələrin işləməsi həmişə müzakirə mövzusu olub. Beynəlxalq təşkilatların məlumatlarına görə dünyada 15-17 yaş arası təxminən 36 milyon yeniyetmə əmək fəaliyyətinə cəlb olunub. Avropa ölkələrində yeniyetmələrin əsasən yay aylarında və ya yarımştat işləməsi təşviq olunur. Məsələn, Almaniyada 15 yaşdan yuxarı yeniyetmələr məktəbdən kənar saatlarda yüngül işlərdə çalışa bilir. ABŞ-də isə 16 yaşdan etibarən məhdud saatlarda rəsmi işləmək mümkündür. Skandinaviya ölkələrində bu proses daha çox təcrübə proqramları və könüllü fəaliyyət üzərindən qurulur. Region ölkələrinə baxdıqda Şərqi Avropa və Qafqazda yeniyetmələrin işləməsi əsasən ailə büdcəsinə dəstək məqsədi daşıyır. Bu isə bəzən təhsilin ikinci plana keçməsinə səbəb olur. Yaxşı olar ki, burada həmin yeniyetmələri zərərli iş sahələrindən kənar saxlayaq. Çünki nəzərə alsaq onlar çox gəncdirlər və məlumatsızdırlar. Öncədən həmin iş mühiti ilə, təhlükəsizlik qaydaları ilə tanış etmək lazımdır. Həmin aidiyyatı üzrə hansı sahədə ki, onlar çalışmağa başlayacaqlar, həmin sahə üzrə onları məlumatlandırmaq lazımdır. Mənim real praktikamda olub ki, gənclər, istedadlı, dil bilikləri yüksək olan gənclərimiz olur ki, onlar xəbərsiz olurlar digər sahələr və yeniyetməlikdən, deyək ki, xidmət sektorlarında çalışdığı üçün və onlar artıq komfort zonaya düşürlər. Gələcəkdə beynəlxalq münasibətlər üzrə, digər sahələr üzrə vəzifələrdən bixəbər olurlar. Praktikada isə problemlər az deyil. Yeniyetmələrin rəsmi əmək müqaviləsi olmadan işlədilməsi, uzun iş saatları, aşağı əmək haqqı və təhlükəsizlik qaydalarına əməl olunmaması halları ilə rastlaşılır. Bəzi hallarda işə götürənlər yeniyetmələrin hüquqi biliklərinin azlığından sui-istifadə edirlər. Əgər şəxs 15 yaşına çatmayıbsa, bu zaman o sadəcə notarial qaydada valideynləri tərəfindən verilən icazə ilə çalışa bilər. Bəzən tez-tez görürük ki, 15 yaşına çatmış və hətta 15 yaşına çatmamış şəxslərlə belə əmək münasibətlərinə cəlb olunur. Əvvəla onu qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində əmək müqaviləsi bağlanmadan işçini işə götürməklə bağlı kifayət qədər ciddi cərimələr nəzərdə tutulub. Məsələn, hüquqi şəxsləri bu zaman 20 min manatdan 25 min manata kimi cərimə gözləyir və söhbət bir işçidən gedir. Əgər 2 işçi olarsa, təbii ki, 40 min manatdan 50 min manata kimi burada cərimə gözləyə bilər hüquqi şəxsləri. Həmçinin qeyd olunmalıdır ki, 15 yaşına çatmamış şəxsi də əmək belə deyim də, işlərinə cəlb etmək də inzibati məsuliyyət nəzərdə tutulur və bu zaman vəzifəli fiziki şəxslər 1000 manatdan 1500 manata kimi, hüquqi şəxslər isə 3000 manatdan 5000 manata kimi cərimə oluna bilərlər. Müqaviləsiz və valideyn icazəsi olmadan çalışan yeniyetmələr ciddi problemlərlə də üzləşirlər. Əgər iş mühitində hansısa ədalətsiz yanaşma və ya məvaciblə bağlı problem yaranarsa, hüquqlarını tələb edə bilmirlər. Çünki ortada əmək fəaliyyəti var, amma bu fəaliyyətin rəsmiləşdirildiyi heç bir sənəd yoxdur. Yeniyetmənin işləməsi problem deyil. Problem onları nəzarətsiz və qanunsuz işlətməkdir. Doğru yanaşma ilə iş təcrübəsi yeniyetmə üçün risk yox, gələcəyə açılan qapı ola bilər.